Aleyküm uşaqlar, diqqətlə qulaq asın. Yadınızdadır, uşaqlar yığırdılar, zibillikdən kapron qabza yığıb satırdılar. Həmin uşaqların videosu bizim saytda, səhifəmizdə var. Kimin imkanı çatsa köməkli eləsin, şərait görür, beləncə kasıb aylarla o da icra verir. Divarlar zaten bu gündə bir dənə belə pesdir. Xaladenikləri də bomboşdur, baxın. Heç nəyləri yoxdur. Bu şüşələri də mən almışam uşaqlara. Gəlin bura uşaqlar. Gəlin bura. Gəl. Bax bu uşaqlara kimin imkanı çatır? Bax biri də uşağın babıdır. Üzlərini göstərmirəm, qız uşaqlardır. Kapron, salafan zad yığıb satırdılar. Nə sözünüz var əmlərə dəstək üçün? Deyin. Uşaqlar utanırlar. Yəni kim istəsə bu ailəyə dəstək olmaq, uşaqlar dəstək olmaq kim istəsə mənə deyər. Mənim nömrəmi 055 299 5505. Bir dəfə təkrar edirəm, 055 299 5505. Bax uşaqların şəraiti budur. Evləri bu da icra verib hələlik qalmağa. Batandaqda qalırlar. Gəlin bura uşaqlar göstərim o sizin ev eşiyi də. Bax bu buraların həyət kimisidir. Böyürbaşı açıqdır, görürsüz. Bax baxın, bax belə şəraitdə yaşayırlar bax bu uşaqlar. Hamamları, zadları, heç nəyləri yoxdur. Bir dənə hamamda var, tuj yoxdur hamamda uşaqlar. Baxın, beləncik bir yerdə yaşayırlar. Xahiş edirəm, kimin imkanı çatır, kömək olsun. Bu uşaqlara kim tuj almaq istəsə, isti suları yoxdur. Pütümünutkaları partlayıb, pütümünutka ustalarının nəzərinə kimin başı çıxırsa, gəlsin bu uşaqların pütümünutkasını içərdən bu durbası partlayıb, nədirsə, ya qazanı. 32 litrlikdir. Kimin imkanı var bu uşaqların pütümünutkasını düzəltməyə gəlib düzəltsin. Bax belə çöllü biyabanlıqdır. Batandaqda görürsüz. Bax beləncik bir yerdədirlər. Üstləri zadı sudamdır. Bax qapının, həyətin qapısı zadı yoxdur da, var otasıdır. Elə belə bax belə bir dənə yerdə alaçıqda yaşayırlar. Daxma kimi yerdir. Xahiş edirəm kimin imkanı çatır bu uşaqlara dəstək olsun. Əmilərə nəsə sözünüz var? İnşallah əmilər, baxanlar kimsə istəsə, xanımlar, bəylər, kim dəstək olmaq istəsə 055 299 5505 mənə deyərsiniz. Bax budur, ünvanlikləri bax belə hərək. Uşaqlar bu soyuqda qalırlar, belə alaçıqda. Görürsünüz. Kimsə nəsə imkanı olsa, bunlara dəstək olmaq, bu uşaqlara dəstək olsun. Sağ olun, Allah köməyiniz olsun. Videonu paylaşın, paylaşan əllər var olsun. Aleyküm uşaqlar, diqqətlə qulaq asın. Yadınızdadır, uşaqlar yığırdılar, zibillikdən kapron qabza yığıb satırdılar. Həmin uşaqların videosu bizim saytda, səhifəmizdə var. Kimin imkanı çatsa köməkli eləsin, şərait görür, beləncə kasıb aylarla o da icra verir.